əməllər niyyətlərə görədir. Yəni, insan niyyəti nə olmalıdır? Yəni, bu əməli edirəm, bu ibadət edirəm, bu zikri edirəm, bu duanı edirəm, bu yaxşılığı edirəm. İnsanın qəlbində nə olmalıdır niyyəti? Yəni, Allah üçün edirəm. Buna deyirlər ki, ixlas, səmmiyyət. Allah üçün edirəm. Yəni, insanlara göstərmək və ya eşitdirmək üçün deyil. Baxın, əməllər yalnız niyyətə görədir və hər kəs də etdiyi niyyətə görə savab yazılır. Yəni, bu gözəl ibadətlər, dualar, zikirlər, namaz, oruc, hər bir yaxşı əməldə, hər zaman qəlbində nə keçirməlisən, mən bunu Rəbbimin razını qazanmaq üçün edirəm. Çünki niyyət insanın qəlbini qoruması çox çətindir. Şeytan daim vəsvəsə verir, gör nə gözəl namaz qıldın, gör nə gözəl ibadət elədin, insanlar bunu bəyəndi. Hər kəsin qəlbinə bu gələn bir şeydir, bu təbiidir. Çünki şeytan istəyir ki, sənin əməllərin savabı geçsin. Amma mömin neyniyir? Daim qəlbini yoxluyur, qəlbini cilovluyur. Qəlbinə belə his gələndə, qəlbinə nə keçirir? Ey Rəbbim, mən sənin razılığını qazanmaq üçün edirəm. Baxın, bu hədis çox dəyərli, böyük bir hədisdir. Bu, niyyətin dində nə qədər önəmli olduğunu və Allah qatında yüksək yerini göstərir. Balaca bir əməl olar, onunla niyyətin odur ki, Allahın razını qazanmaq, Allah təala o əməli o qədər ucaldar ki, yəni ondan 700-ə qədər daha çox ucaldar. Amma böyük əməl olar, deyək ki, həccə getmirsən, amma niyyətin nədir? İnsanlar sənə desinlər ki, bu həcc edib. O zaman bütün savabın gedər. Böyük əməldir, amma niyyətin həcci desinlər, həccə get desinlər və ya namaz qıldın, namaz qıl desinlər və ya oruç tutun, oruç tut desinlər. O zaman böyük bir əməl balacalaşır, bəzən tamamilə savabı gedir niyyətinə görə. Ona görə nədir? Daim qəlbini insan nədir? Yoxlamalıdır.